Salam aleykum dəyərli izləyicilər. Deməli, bu dəfəki vloqumuzda Xaçmaz Çiləgir kəndində piknik eləmək qərarına gəlmişik. Vloqa buradan başladım ki, yəni bu çayın qırağına gələn yolu sizə göstərim. Yəni maşın üçün biraz dar yoldur və əgər yəni ciplə gələcəksinizsə və qara maşına gələcəksinizsə, nəzərinizdə olsun ki, biraz yol dardır. Maşının üstünü yenə cıza bilər. Mən öz maşınımı göstərəcəm. Mənim maşınımın üstünü biraz cızıqlar falan oldu. Amma yer özü çox belə möhtəşəm bir yerdir. Sakitçilik, yəni heç kim yoxdur. Konkret terapiya. Burada Fərid indi burada çayxana ortamı yaradı. Bu nə? Çayxanadır bura, qaqaş. Mahnı dəyişir. Maşının üstünü göstərəcəm. Buralar biraz cızıqlar oldu üstünə, amma canımız sağ olsun tək. Biraz yüngül cızıqlar var. Yəqin ki, polirovka ilə gedəcək. Bekara şeylərdir. Aha, deməli bu da bizim çayımız. Əgər kimsə Fontan restoranının yanındakı Tarzanqada orada çayda içimsə, demək olar ki, eyni həmin yer tipində bir yerdir, amma burada çay biraz daha genişdir və dərindir. Belə bir möhtəşəm yer. İstirahət üçün bizə nə lazımdır? Deməli, ərazidə stol yoxdur, yəni gələndə bu nəzərə almaq lazımdır. Özünüz üçün şərait qurmalısınız burada. Biz yerdə məskunlaşmaq qərarına gəldik. İtaliyadan gəlmiş aşpazımız Tima öz məharətini göstərəcək bizim üçün. İnşallah ki, ac qalmarıq. Bəli. Bu da Fəriddir, xarici qonağımız. Azərbaycan dilində bilirdin də sən? Ha, heç bir şey. Növbəti missiyamız yemək pişirmək üçün odun tapmaqdır. Fərid müəllim yəni bu məsuliyyəti öz üzərinə götürüb. Dəqiqə Amazon meşəsi ilə gedirik. Çiləgir meşəsi ilə. Odun yığma missiyamızı uğurla tamamladıq və gedirik. Fərdi abimiz ocağı hazırlayır. Tima müəllim də bu tərəfdə şişləri hazırlayır. Yeməyimizi yeyib qurtardıq. İndi də hazırlaşmaq lazımdır. Əlbəttə ki, çaya. Aha, canavarlarımız yeyiblər, içiblər. İndi isə sərinləmək vaxtıdır. Yol böyüyün olduğuna görə Fərdi abim vermişik qabağa. Böyle. Hala oradan kullanacağım ha. O vakti etkisiz olacağım. Tamam da tullan görə nə göstərsən. Hadi idmançımız şimdi start noktasında. Aha. Davay da. Baba. Tima onu tut da getməsin. Ne oldu? Soyuq. Ha. Çok kurbağa benziyor oldu. Qurbağanı nakavt elədi ona bak. Fərid. Qurbağanın üstünə düşmüşsən hala. Qurbağa yazıq şikəst oldu. Çok soyuldu. Ya belə yüngüldür, yaxşıdır. Kroksları çıxart da. Kroksları çıxart Tima. Ayaqqabı çıxart. Get görək də. Qalxmayın. Qutar da da. Yoxdur qaqa. Qutar sən noyabrda çimən adamsan. Ki görək.
Tapskan çıxar da baba. Tapskan çıxar gedəcəyəm. Fərdə bax soyuqdur, dişləri əsir. Zordur. Allah zordur. Məsələn. Brat. Adamlar geç. Kontentimi lazımsız informasiya ilə doldurursan. Tullanmısan çıxa gedək. Qurbağa da tuzlu ya, bu nədir? Qurbağa üzürsə deməli təmiz sudur. Burat, tullan. Belə yol olar ha. Davay. Hardan üzür? Sumqayıtdan olan təmsilçimiz Qara Tumanda. Nədən qorxur? Məşqçimiz hələ də öz tələbəsini razı salmağa çalışır. Bəlkə buradan tullan. Necə istəyirsən tullan. Ta tullan tay. Qutar da cəmaət səni gözləyir. Atacam da. Olubdur hadi. Qaqam, mən sənə kontentin orada qalxıb oradan tullanacam. Tamam, elə olsun ki, sonra sənin dalınıza gəlməyək. Tima, tullanırsan, tullanmırsan? Yox, tullansın mən sonra tullan. O yarım saata çıxacaq ora. Aha, ekstrem həvəskarı Fərid. Növbəti türkünü göstərəcək bizim üçün. Davay Fərid, davay. Bismillah. Hadi baxa. O birisindən çıxmaq məncə nisiyə söhbətdir. Ora çıxıb tullanmış. Yuxarı çıxırsan Fərid? Ha? Yuxarı çıxırsan la? Ora çıxıb. Okey, ehtiyatlı ol biraz. Əmələ gəlir. Hə? Məncə elə oradan tullan, Fərid, yuxarı qalxma. Aha, Fərid yuxarıdadır, yuxarıdan hoppalanacaq bizim üçün ekskluziv olaraq. Tima müəllim də buradadır. Davay Tima. Bismillah. Oha, necədir? Soyuq. Soyuq deyil ha? Bayaqdan bəs nə deyirik sən? Yaxşı da ha. Tullan. Başıma da çarım. Başımı da yutayım ha. Şampunu ver oradan. Fərid gəlirsən hə? Elime düş valla. Ya Allah. Tarif et açmayacak. Bu. Tarif et açmışsın. Oy da. Dimdik girdi. Fərid. Tarif et açmayacak diyorsun ya. Oy da, çox katastrofik tullanmaq idi. Davay Tima. Gittim bırak. Getdin davay. Ay öyle. Ya zayıbat bina da ondan öyle. Gel sen. La mujeza. Getmə gedirsən. Oy burası satır çayı. Soyuq. Adam orada bir anlıq belə nastroykanı qırır. Oha. Bu da bizim Xaçmaz Çiləgir vlogumuzun sonu. Yedik, içdik, çim içdik, qəşəng istirahət elədik və sonda piknik elədiyimiz yeri yığışdırırıq. İnşallah növbəti dəfə buranı necə görmək istəyiriksə elə də tərk eləyirik. Belə. İnşallah növbəti vloglarda görüşənədək salam aleykum.